Atıram bu addımı yaradanın təriqətinə, yazıram bu sözləri əhl-i beyt hörmətinə. Bizə Peyğəmbərimiz verdi qədirxunda qərar, mən kimin mövlasıyam, Əli kimi mövlası var. La fəta illa Əli, la seyfə illa Zülfiqar. Ona rüsxət verilib Kəbədə tək xilqətinə, kimsənin qeyrəti çatmaz Əlinin qeyrətinə. Əlinin ilk oğludur İmam Həsən-i Müctəba, ona Allah tərəfindən bu ad edildi əta. O xüsusilə münim idi sahibi hacata, sevinirdi fəqirlər həzrətin səxavətinə, ürəklə gedirdilər əl açıb iqamətinə. İmam Hüseyn o kəsdi Kərbəlaya ləbbeyk dedi, qanlı 72 gül Hüseynə sizləyik dedi. Onu tanıyan kəslər Hüseynə köləyik dedi. Kim ki göz yaşı tökər Kərbəla müsibətinə, qazanar miftah-ı rövzə və keçər cənnətinə. Ona Kərbəla günündə bir mərəz oldu yəqin, yaradan müqərrər etdi ki döyüşmək oldu çətin. Bəşərə Kərbəlanı tanıtdı Zeynəl Abidin. Allah'ın şükürlər olsun ki bu məsləhətinə, güvahdır İmam Səccad Kərbəla dəhşətinə. Tək İmam Baqir Əli Zəhra nəslinə qarışıb, tanıdıb bizə dinimizi Allah üçün çalışıb. O kəsdir elmin sirrini aşkar edib danışıb, o şəxs çox sirri açıb dəyibdir əziyyətinə. Bu gündə heyrətdəyik o şəxsin ülviyyətinə. Açıb İmam Cəfər-i Sadiq məktəbi İslam, Allah ona o hər kəsə elmini edib ənam. Daşıyıb fəqir əhlinə gizlicə ruzi hər axşam, o da Allahın yetib elminin fəzilətinə, alıb cavab bu elmlə etdiyi dəvətinə. İmam Musa-i Kazım olub səxavətli biri, ləqəbi Kazım olub çünki böyükdür səbiri. Əli açıq olmaq ilə sevindirib hər fəqiri, dözməyib zindan əhli imamımızın əsarətinə, başladı qadın onunla zindanda ibadətinə. İmam Rıza Muhammed sülaləsinin alimidir, çəkdiyi hər misal Qur'an-ı Kərimdən biridir. O bütün müsəlmanların qəlbinin hakimidir. Bu da olmuşdu səbəb məmunun kərahətinə, çağırıb onu zəhərlə yetirmiş şəhadətinə. 7 yaşında idi olarkən İmam Təqi, imanı zəiflərə 7 yaş imam şübhədir. Uşaq imamdır, məsləhəti Allahın belədir. Təsiri yoxdur yaşın imamlıq həqiqətinə, Xaliqin şükr ola xəlq etdiyi risalətinə. Olarkən İmam Əli Yənnəqi 8 yaşı var, daha şübhə qalmamışdı, Allah verdi qərar. Var onun elminə 185 tələbə yazar, tanıtdı əhl-i beyti salsa da Abbasi çətinə, daha çox təsir etdi İslam məmləkətinə. Ona verdilər nəzarətdə əskəri ləqəbin, Quranın müfəssiri idi dövründə ən pak bin. Ondan öyrənirdi hər kəs iman tələbin, hətta heyvanlar belə baş əymiş kəramətinə, toxunmayıblar onun vücudu pak tinətinə. Gələcək və edəcək bəşəri cəmiyyəti bərpa, zuhur edəcək haqqı ədaləti bərpa, zamanın sahibi edəcəkdir xilqəti bərpa. İmam zamandır o kəs Allah çəkibdi qeybətinə, İmam zamandır o kəs aləm düşübdü həsrətinə.